Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Avqust ayında müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar üçün mühüm məlumat açıqlanıb. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumata əsasən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının avqust ayının 25-də ödənilməsi nəzərdə tutulub. Bununla da Respublika üzrə avqust ayına aid bütün sosial ödənişlərin yekunlaşdırılması gözlənilir. Bu məlumat xüsusilə sosial ödənişlərdən asılı olan vətəndaşlar üçün diqqət çəkir. Çünki müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı bir çox ailənin aylıq gəlirlərində mühüm yer tutur. Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib ki, avqust ayının 25-də nəzərdə tutulan ödənişlərin həyata keçirilməsi ilə ölkə üzrə bütün sosial ödənişlər tamamlanmış olacaq. Burada vacib məqam ondan ibarətdir ki, sosial ödənişlərin həyata keçirilməsi zamanı vətəndaşların hansı növ sosial ödəniş aldığı da nəzərə alınıb. Müxtəlif kateqoriyalara aid olan şəxslərə müavinətlər, təqaüdlər, kompensasiyalar və ünvanlı dövlət sosial yardımları ödənilir. Vətəndaşlar sosial ödənişlərin həyata keçirilməsi ilə bağlı məlumatları rəsmi mənbələrdən izləyə bilərlər. Xüsusilə Dövlət Sosial Müdafiə Fondunun açıqlamaları bu məsələdə əsas məlumat mənbələrindən biridir. Avqust ayının sosial ödənişləri ilə bağlı açıqlanan məlumat onu göstərir ki, ay ərzində nəzərdə tutulan sosial ödənişlərin tamamlanması prosesi artıq yekun mərhələyə çatıb. Sosial ödənişlər müxtəlif kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin təmin edilməsində mühüm rol oynayır. Bu ödənişlərə ehtiyacı olan ailələr və şəxslər üçün vəsaitlərin vaxtında köçürülməsi xüsusilə əhəmiyyətlidir. Ona görə də müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşların rəsmi məlumatları diqqətlə izləməsi tövsiyə olunur. Qeyd edək ki, yayılan məlumatda konkret olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının avqust ayının 25-də ödənilməsinin nəzərdə tutulduğu bildirilir. Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən həmin ödənişlərin həyata keçirilməsindən sonra Respublika üzrə avqust ayına aid bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq. Bu səbəbdən sosial ödəniş alan vətəndaşlar öz hesablarını və ödəniş məlumatlarını yoxlaya bilərlər. Ödənişlə bağlı hər hansı gecikmə və ya fərqli hal müşahidə olunarsa, bununla bağlı rəsmi qurumların açıqlamalarını izləmək daha doğru olar. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır. Sosial ödənişlərlə bağlı internetdə və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayıla bilər. Vətəndaşların yalnız rəsmi qurumlar tərəfindən yayılan məlumatlara üstünlük verməsi vacibdir. Hazırki məlumata əsasən isə avqust ayının 25-də müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulur.